Birinci ondan başlayayım ki, biz artıq Azərbaycanlı jurnalistlər bir neçə gündür Özbəkistanda səfərdəyik. Özbəkistan Prezident Administrasiyasının dəvəti ilə media turda Azərbaycanlı jurnalistlər iştirak edirdi və bu səfər həmkarlarımıza bizə Özbəkistanın qədim tarixi, mədəniyyəti, zəngin irsi ilə daha yaxından tanış olmaq imkanı yaratdı. Şübhəsiz bizi həm də oxşar, nəyə ki oxşar, eyni mədəniyyət, eyni tarix və vahid kök birləşdirir və təsadüfi deyil ki, biz demək olar ki, eyni dildə danışırdıq, bir-birimizi başa düşürdük, heç bir tərcüməcisiz və bugünkü əməkdaşlığın, bugünkü yaxınlığın, yaxınlaşmanın kökündə də məhz bu amil dayanır. İndi biz Özbəkistan Respublikası Turizm Komitəsinin qarşısındayıq. Qeyd etməliyəm ki, Azərbaycan Prezidentinin bu günlərdə Özbəkistan mediasına müsahibəsində məhz turist səfərləri ilə bağlı bir məqam var idi. Prezidentin müsahibəsində qeyd edilirdi ki, ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib. Bu təsadüfi deyil, xalqlar arası yaxınlaşma hiss olunur və eyni zamanda siyasi dialoq dərinləşir. Liderlərin sıx təması və yüksək səviyyəli münasibətləri bugün iki ölkə arasında əməkdaşlığın bazası kimi çıxış edir. Ümumiyyətlə, əməkdaşlığın, əlaqələrin, mövzunun siyasi-iqtisadi aspektlərinə gəldikdə isə deməliyik ki, son 5 ildə bu Azərbaycan Prezidentinin, hansı ki gözlənilir Özbəkistana dövlət səfəri, Azərbaycan Prezidentinin Özbəkistana 3-cü dövlət səfəridir, ümumilikdə isə 7-ci səfəridir. Səfərlər qarşılıqlı xarakter daşıyıb. Şövkət Mirzəyev də bu dövr ərzində ölkəmizə sıx qrafiklə səfərlər eləyib və ümumilikdə qarşılıqlı səfərlər 15 dəfə təkrarlanıb. Bu siyasi dialoq, dərinləşən siyasi dialoq özünü iqtisadi əməkdaşlıqda, eləcə də ticarət dövriyyəsinin artan həcmində də göstərir və təsadüfi deyil ki, 2025-ci ildə ticarət dövriyyəsi 2024-cü illə müqayisədə artıq 3 dəfə artıb. Eyni zamanda nəqliyyat daşımalarında bu sahə təbii ki, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir və 2025-ci ildə bu istiqamətdə də 7%-ə qədər artım qeydə alınıb. Daha bir istiqamət enerji sahəsidir, o cümlədən yaşıl enerji əməkdaşlığıdır. İki ölkə arasında yaşıl dəhliz birliyi məhdud məsuliyyətli cəmiyyətinin yaradılması da təsadüfi deyil. Ötən il, çünki bu sahədə böyük planlar var, imkanlar var və tərəflər bunu reallaşdırmağa çalışır. Birgə investisiya layihələri barədə də danışmaq olar. Konkret nəticələr də var. Məsələn, Chevrolet və Isuzu markalarını iki ölkə birlikdə istehsal eləyir. Qarşılıqlı investisiya layihələri barədə də danışmaq olar. Konkret nəticələr də var. Məsələn, dünən artıq tikintisinə başlanmış Sibris Özbəkistan layihəsi ilə tanış olduq və bu layihə yeri gəlmişkən indi operatorumuz Vüqar Həsənov təqdim eləyir. Özbəkistan və Azərbaycan xalqları əzəldən dost, qardaş və bir-birinə dayaq olan xalqlardır. Bu cür salamlayırlar Daşkənddə bizi, Azərbaycan Prezidentini qarşılamağa səbirsizliklə hazırlaşırlar. Və bu əslində həm də iki ölkənin, iki xalqın münasibətlərinin ruhunu özündə ifadə edir. Sibris Özbəkistan layihəsi, fikrimi davam etdirərək qeyd edeyim. Bu layihə 2025-35-ci illərdə Daşkənd yaxınlığında kurort və yaşayış kompleksinin tikintisini nəzərdə tutur və həm də iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun yaxşı nümunələrindən biridir. Yeri gəlmişkən iki ölkə arasında birgə investisiya fondu da yaradılıb, hansı ki həcmi 500 milyon dollardır. Və təbii ki, iki ölkənin əlaqələrinin, bugünkü əməkdaşlıq əlaqələrinin kökündə tarixi bağlılıq, etnik kök, bugünkü münasibətlər dayanır və bütün bunlar həm tarixi bağlar, həm də bugünkü imkanlar Azərbaycan və Özbəkistanın bundan sonraki qısa müddət ərzində daha da yaxınlaşacağını, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşəcəyini proqnozlaşdırmağa əsas verir.